Bugünkü dərsdə biz dinamik birləşmə əməliyyatını yerinə yetirəcəyik. Tutalım ki, bizdə belə bir vəziyyətdir. Tələbələr kompüter kurslarını keçəndən sonra sınaq imtahanı verirlər və onun nəticəsinə görə onlara sertifikat ya verilir, yaxud verilmir. Mən Excel sənədini bir balaca dəyişdirdim və burada bu 3 sütuna bir sütun da əlavə etmişəm. Bu düz cavablar sütunudur və burada tələbələrin cavabları və düzgün cavabları qeydə alınır. Tutalım ki, Əliyev İlqar 10 sualdan 8 suala düz cavab verib və onun topladığı bal 80%-dir. Yəni, əgər tələbə 80 yaxud ondan çox faiz düz cavablar toplayırsa, onda ona sertifikat verilir. Əgər toplaya bilmirsə, onda verilmir. Yəni, bu cədvələ uyğun 3 tələbə və bu 3 tələbə sertifikat almayacaq. Çünki faiz 60, 50 və 70'dir. Amma bizə 80% lazımdır. Və o cavablara uyğun olaraq məktubun, yəni tələbələrə göndərilən məktubun məzmunu bir balaca dəyişir. Birinci hissə, yəni bu hissə bizdə qalır. Bundan sonra belə bir mətin yazırıq. Siz imtahanda düz cavab topladınız. Düz cavabları qaraldırıq. Belə yağlı keçirik Rassılki Billings tabına və buradan, yəni bu Excel'dən olan nəticəni ora yapışdırırıq. Bu əmrin köməyi ilə düz cavablar. Belə. Bu hissə bizdə qalır. Sonra da yığırıq. Buna görə biz sizə, amma bu hissə bizdə dəyişəcək. Bu hissəni yığışdırırıq belə, göndəririk mübadilə buferinə. Belə. Bundan sonra keçirik bu əmrə, pravila, yəni qaydalar. Buradan seçirik 3-cü əmri, if, then, else, yəni əgər tələbə 80% cavab toplayıbsa, düzgün cavab toplayıbsa, onda belə bir məktub gedir. Else, əks halda başqa bir məktub gedəcək. Seçdik. Poli xanasında seçirik düzgün cavablar, yəni düz cavablar. Nəticə xanasında yazırıq 80. Yəni 80% və 80%-dən çox. Burada isə operator bölməsində yığırıq больше или равно, yəni böyükdür yaxud bərabərdir. Burada mübadilə buferinə olan mətni yapışdırırıq. Yəni əgər tələbə 80% cavab toplayıbsa, buna görə biz sizə və bu məlumat gedəcək. Sertifikatın elektron versiyasını göndəririk. Противном случае bölməsində, yəni əks halda belə bir mətin yazılır.
Kursu təkrar etməyi və sınaq imtahanına yenidən keçməyi tövsiyə edirik. OK düyməsini basırıq və əməliyyatı təsdiqləyirik. Belə. İndi baxaq görək, dinamik birləşmə düz işləyir yoxsa yox. Baxırıq tələbələrin sayına. 10 dənə tələbədir. 10 dənə yazıdır. Və 1, 2, 3, 4, 5, 5-ci, 6-cı və 7-ci tələbələrdə bir məktub olacaq. Bunlar 80%-dən aşağı yığırlar cavabları. Başqa tələbələrdə isə bir məktub olacaq. Gəl yoxlayaq. Keçirik prosмотреть rezultatı, nəticələrə bax. Keçirik birinci tələbəyə. Görürsünüz 80% və belə məktub göndərilir. İkinci tələbədə 80%, üçüncü tələbədə 90%, dördüncü tələbədə 100% və məktubun məzmunu dəyişmir. İndi keçirik 5-ci tələbəyə 60%, artıq başqa məktub gedir. 6-cı və 7-ci tələbəyə də həmin məktublar gedir, amma 8-də yenə də məktub dəyişir. 90% və məktub dəyişdi. Və belə üsullarla dinamik birləşməni yerinə yetirmək olar və müxtəlif məktublar e-mailə göndərmək olar. Bugünə bu qədər. Təşəkkürlər.